Bu yaxınlarda Echo qəzeti keçirdiyi internet forumda İsrailin Azərbaycandakı səfiri cənab Artur Lenk çıxış edirdi. Verilən sualları cavablandırırdı və şəxsi tanışlığımıza baxmayaraq internetlə sual verdim. Üz-üzdən utanaq. Sualımı isə uzaqdan başlayım. İsrail boyu səfər etdikcə eyni mənzərəni görürsən. Cansız və həyatsız səhranı. Daş atsan torpağa dəyər. O baş bu baş amansız günəş altında olan sahələr. Kəndsiz, meşəsiz, çaysız, bulaqsız. Nə nöyütü var, nə qazı, nə başqa sərvəti. Bəs nə üçün, soruşdum mən, bu torpaqlar uğrunda qədim zamanlardan bugünə qədər bu cür zalım, bu cür dəhşətli və bu cür gələcəksiz müharibə gedir? Nə üçün, nə sərvəti var bu torpağın, nə dəyəri? Prinsip söhbəti gedirmi burada, yoxsa haqq-ədalət söhbəti? Nə üçün, nəyin naminə bu qədər qan tökülür? Cənab səfir çox diplomatik qaydada bütün xalqları sülh şəraitində yaşamağa çağırdı. Anlayıram, cənab səfir diplomatdır və diplomatik etikanın normalarına görə öz şəxsi mövqeyini ictimaiyyətin mühakiməsinə verə bilməz. Mən isə diplomat deyiləm və öz subyektiv fikirlərimi söyləməkdə azadam. Azad ölkənin azad vətəndaşı. İsrail çox qəribə və getdikcə sənə gözlənilməz olan hisslər bəxş edir. Bu səhranı, bu cansız görsənən torpağı başqa cür anlamağa başlayırsan. Dərk etməyə çalışırsan. Çünki öz ölkələrini yahudilər çox böyük məharətlə təqdim edirlər. Qoruyurlar, təbliğ edirlər, tarixini incəlikləri ilə bilirlər və sənə çatdırmağa çalışırlar və sən də anlamağa başlayırsan. Bu torpaqda prinsip söhbəti getmir. Bu torpaq burada yaşayanlar üçün müqəddəs və toxunulmazdır. Haqq-ədalət söhbəti də yoxdur. Çünki hərəsinin öz əsaslı dəlilləri və sübutları var. Ərəblər də, yahudilər də özlərini 100% haqlı və ədalətli hesab edirlər. Müsəlman üçün də bu torpaq müqəddəsdir, yahudi üçün də, xristianlar üçün də. Amma xristianları vaxtında xaric etdikdən bu söhbətdə yalnız ərəblər və yahudilər qalıb. Tökülən qan, yetim qalan uşaqlar, bombalar və raketlər və ucu-bucağı görsənməyən müharibə. Mənim sualım buna görə cavabsız qaldı. Çünki bu suala cavab verən tapılsaydı, bu torpağa nəhayət ki sülh gələrdi. Sülh isə inkişaf və tərəqqi gətirərdi. Necə ki, bu böyük torpaqların tən ortasında yaşayan İsrail torpağına. Ölkənin şimalında Hayfa şəhərində raketlər partlayan zamanı İsrailin cənubunda əmin-amanlıq hökm sürürdü. Çünki buradakı qonşular İordaniya və Misir İsraillə normal və sivil münasibətlər qura biliblər. Hətta yahudi öz pasportu ilə oralara vizasız gedə bilər. Amma bütün münasibətlərdə müəyyən pərdə gözləmək lazımdır. Bu səbəbdən İsrail-Misir sərhəddində ağallıq edən məftil və hündür vuşqada istidən halsız olan snayperdir. Fili başından vurar. Lakin maraqlısı bu deyil. Bizlər üçün maraqlı başqa şeydir. Ərəblərlə yahudilər bir-birlərini qeyri-şərtsiz olaraq sevmirlər. Qan düşməndirlər. Amma cəbhədə, adi həyatda ərəblə yahudi dostluq da edə bilər, bir yerdə çay da içə bilər, qonaq da gedər. Möcüzəlidir, deyilmi? Təsəvvür edirsiniz, Aşot gedib səhər bizləri vurur, axşam isə bizimlə nərd oynayır. Amma İsraildə həqiqətən də belə mənzərəni görürsən. Yox, deməzdim ki, belə möhkəm dostluq edirlər. İnanmıram ki, ərəb yahudini, yahudi isə ərəbi öz qəlbinin incə simlərinə, ürənin zərif sirlərinə yaxın buraxar. Amma adi həyatda əsrlərin bu antagonizmi gözə çarpır. İvrit dilində danışan ərəb görsəniz, təəccüblənməyin. İvrit dilində danışan ərəblərin biri səhrada yaşayır. Beduin tayfasının nümayəndəsi. Beduinlər İsraildə pis dolanmırlar. Ərəbdilər, müsəlmandılar və öz adət-ənənələri ilə yaşayırlar. Belə düşərgələrdə bütün lazımi komfort var. Yəni isti-soyuq suyudur, kanalizasiyasıdır, kondisioneridir, müasir ayaq yolusudur, hər şeyi var. Dövlət beduinlərə dəfələrlə şəhərlərə köçməyə təklif edib. Amma onlar getmirlər. Şəhər səs-küyü, gərgin həyat, temp və sürət. Burada isə dədə-baba qaydası ilə saatlarla fikrə getmək, qəlyan çəkib düşünmək, çay içib tələsmədən söhbətləşmək olar. 100 il bundan qabaq da belə olub, bugün də belədir. Ərəblər tüstü vurub fikrə gedirlər, yahudilər isə hərəkət edirlər.
Bu gün də hərəsi öz işi ilə məşğuldur. Yahudi buralara turist gətirib pul qazanır, ərəb isə dədə-baba həyatının nümayişinə görə para alır. Turist görəndə gəlir, çay verir, şəkil çəkdirir. Turist gedəndən sonra isə qayıdır kondisionerli otağına, Fashion TV-yə baxmağa. Axşam isə 100 minlik Land Cruiser-ə minib gedir bazarlığa. Beduinlər kompakt yaşamağı sevmirlər. Yəni bir kənd kimi cəmləşmirlər. Biri burada yurt salır, biri orada. Qabaq bir-birlərinə qonaq dəvə ilə gedirdilər, bu gün isə müasir avtomobillərlə. Adətən bir düşərgədə bir ailəyə yaşayır. Ata, ana, oğul, qız, nəvə, nəticə. Amma turist marşrutuna düşən bəxtəvər beduinlər belə düşərgələrdə qadınları saxlamırlar. Bura daha çox ticarət obyekti sayılır. Pul gətirən müəssisə. Turist şirkətləri isə onlarla müqavilə bağlayıb müştərilərini gətirirlər. Amma fərdi qaydada gələnlər də olur. Düşərgədə bir Avropalı ilə tanış oldum. Təsəvvür edin, Daniyadan gəlib bu düşərgədə yaşayır. Hər səhər tezdən durub səhraya yollanır. Hər gün bir tərəfə, 20-30 kilometr o başa, o qədər də geri. Azara bir baxın, səhər çıxır, axşam qayıdır. Danimarka vətəndaşıdır, səhra ilə səyahət edir. Gecə qalır burada beduinlərin yanında. Səhər çıxır, ətrafları fırlanır. O indi növbəti gəzintidən qayıdır. Kopenhagen'da yaşayır. İnşallah oranı da çəkərik. Kopenhagen'i. Çox maraqlı insandır Erik. 4 dil bilir, amma ən maraqlısı odur ki, Yahudi olmadan ivrit dilini öyrənib. Təmiz qəlbli, saf niyyətli və dərin intellektli görsəndi mənə Erik. Səhra fanatiki. Mən, deyir sarışın Avropalı, səhrasız yaşaya bilmirəm. Hər yerdə olmuşam. Afrikanın, ərəb ölkələrin sərhədsiz səhralarını gəzib dolaşmışam. Özü də yolda yoldaş sevmirəm. Səhra tənhalıq dünyasıdır. Gəzirsən, möcüzəli tarixi görürsən, düşüncələrinlə təkbətək qalırsan, dünyanı və həyatı, keçmişini və gələcəyini daha dərin, daha incə anlamağa başlayırsan. Çantam isə həmişə səfərə hazırdır. Su, dərman, fənər, bıçaq, şokolad və termos, spirt və spalni mişok, hər şeyin bir nömrəli hazırlıq vəziyyətindədir. Mən qədim tarixi çox sevirəm. Buradakı səhralar isə tarixlər xəzinəsidir. Dedim, halaldır sənə Erik, qızıl oğlansan. Bizdə deyirlər təmiz. Bəlkə həyatı elə sən düz yaşayırsan. Stresslər keçirmirsən, həyəcanlanmırsan, öz dünyana gedib öz həyatını qavrayırsan. Nə ürəyin sınır, nə qəlbin. Çünki səhra xəyanət etmir. Səhra sənə xəyallar, röyalar, üfüqlər və ünsiyyət bəxş edir. Özün özünlə, təkbətək. רוצה שכבר תבוא בוא אליי, האם אתה כואב בלעדיי, רוצה רק לאהוב מקרוב אותך. Səhra deyəndə biz qumu və toz torpağı təsəvvür edirik. Çox pak və çox təmiz Dubayda bir saata çəkmələrin zərif və incə tozlu pərdə ilə bağlanır. Çünki hər tərəfi səhradır. Kitablardan oxuduğumuz səhra. İsrailin cənubunda yerləşən səhra qumsuz səhradır. Qayalı, daşlı, lay-lay salınan möhkəm parçalı. Çünki bu torpaqlar hələ dinozavr vaxtlarından dəryalar və dənizlərlə bir neçə dəfə örtülüb. Minlərlə, milyon illərlə formalaşan dəniz dibi. Bugün o dənizlərdən İsrail üçün yalnız ikisi qalıb: Qırmızı dəniz və Aralıq dənizi. Amma əsas turistik zona Aralıq sahillərində yox, Elat şəhərində, Qırmızı dənizin sahillərində yerləşir. Qırmızı dəniz başqa bir aləmdir. İnanın ki, mən dənizi, daha doğrusu çimərlikləri sevmirəm. Ələxüsus Bakı çimərliklərini. Hovuz qırağı mənə daha yaxın və daha əzizdir. Amma gördüklərim və çimdiklərim dəniz və okeanlardan mən yalnız Qırmızı dənizi sevdim. 1-2 il bundan qabaq birinci dəfə Şarm-el Şeyxə gedəndə onun sularına vurğun oldum. Dupduru, saf və təmiz, amma ən əsası sualtı dünyanın zənginliyi. Heç akvalank lazım deyil. Maska ilə trubkanı taxıb başını suya salan kimi heyrətamiz koralların və sualtı həyatın rəngarəngliyindən heyran olursan. Qırmızı dənizin sualtı həyatı öz gözəlliyinə görə dünyada ən birinci yeri tutur. Gözəlliyinə və zənginliyinə görə. Gözəl balıqlar və zəngin korallar.
Bu səbəbdən də İsrail ilə Misir barışan kimi hər ölkə öz sahilini intensiv qaydada inkişaf etdirməyə başladı. Şarm-el-Şeyx Misir kurortudur, Eylat isə İsrail kurortu. Şarm-el-Şeyxi mən çox bəyənmişdim. Dənizini, çimərliklərini, mətbəxini, otellərin səviyyəsini, möhtəşəm kazinolarını o qədər bəyənmişdim ki, oğlumu götürüb ikinci dəfə də getdim. Bugün isə mən biraz aralıqda yerləşən Eylatda, İsrail tərəfdə idim. Ona görə müqayisə edə bilərəm. Hər halda mənim səmimiliyimə və obyektivliyimə inanırsınız. Yahudilər memarlıqda, adət-ənənələrdə, həyat tərzində yaxın şərqə qərb standartlarını gətirə bilmədilər. Bu haqda ötən verilişdə demişdim. İsrail 100%li şərq ölkəsidir. Amma turizm sistemində İsrail standartları bəlkə də qərb səviyyəsindən üstündür. Şarm-el-Şeyxdə hər şey yaxşıdır. İstirahət üçün vaxtım olsaydı, bəlkə də yenə gedərdim. Sözüm onda yox. Sadəcə müqayisə edirəm. Şarm-el-Şeyxdə yerli həyat ərəb həyatıdır. Ahəstə və sakit, tənbəl və qayğısız. Bütün müsəlman həyatı kimi bir qədər biganə. İnşallah yaxşı olar, ölməz İslam cevizi. Şarm-el-Şeyx həyatı bu ceviz altında keçir. Amma müqəddaratlarını ilahiyə tapşırmaqlarına baxmayaraq, Misir ərəbləri bizlər kimi hər şeydən biznes yaradırlar. Ticarətdir ərəbin Allahı. Hamı biznesmendir, hamı bəxşiş istəyir. Afisiyant deyir bəxşiş ver, qapıçı oradan himcim edir, gənc kommersant isə 10 qəpiklik atkritkaya $5 pul istəyir. Bəxşiş sözü səni səhərdən axşamacan izləyir və səni bir saniyə olsun nəzarətsiz qoymur. Sən turist deyilsən, sən varlı və dövlətli avamsan və səni aldadıb pul qopartmaq halal və bərəkətli bir işdir. Xeops piramidalarının yanında polislə şəkil çəkdirdim. O məndən bəxşiş istədi. İlk dəfə doğma polisimizlə görüş arzuladım. İsraildə mənzərə tam fərqlidir. Eylatın otellərində servis yüksək səviyyədədir. Qərb standartları ilə. Bu o demək deyil ki, yerli ofisiantlara bəxşiş vermək lazım deyil. Ümumdünya standartları ilə hesabın 10-15%-ni çayvoy vermək lazımdır. Amma verməsən, heç kim əlindən yapışıb ağır ailə vəziyyəti ilə bölüşməyəcək. Lakin eyni zamanda burada ofisiantın cibinə pul qoyub ora-bura qaçırtmaq mümkün deyil. O sənəti ilə fəxr edir və özünə hörmətlə yanaşır. İşini yüksək səviyyədə görür, məsləhətlər verir, naməlum xörəkləri izah edir və istirahət abu-havasının yaranmasında müstəsna bir rol oynayır. Lakin bir şey də gözümə çarpdı. Yerli yahudilər, bir də Avropadan və SSR-in böyük qərb şəhərlərindən köçmələr servisdə daha professionaldılar. Müştərini anlayırlar, biznesi daha düz başa düşürlər, anlayırlar ki, gələcək həyat qurmaq üçün hər pillədə mükəmməl olmalısan. Ona görə də artırlar. Bugün sənə krevetka və kalmar qızartması gətirir, sabah özəl restoran açır və heç bir ofisiant onu aldada bilmir. Rusiyanın ucqar yerindən gələn və keçmişdə əhatəsində yalnız söyüş və sərxoşluq görən cavan isə bu həyatda çaşır. Milliyyəti yahudi, düşüncəsi Sovet adamı. זה לא סתם אולי, אתה האור בחיי, האור בחיי. İsraildə bir-iki dəfə belə nüansa fikir verdim. Xarici görünüşüm Rus yönümlü olmadığından mənim yanımda Rusca danışan xidmətçilər işlərindən narazı olduqlarını gizlətmirdilər. Sovet psixologiyası, indi olsun, hər şey olsun. Birdən-birə Berizovski olmaq istəyirlər. Amma turist obyektlərinin sahibləri belələrini dərhal işdən çıxardılar. Bir balaca narazılıq olsa turistin tərəfini saxlayacaqlar. Ona görə rus dilli işçi götürəndə kökünə baxırlar, tərbiyəsinə, doğulduğu yerə və əlbəttə ən layiqlisini seçirlər. Еврейка? А? Еврейка? Да. Кубинская? Еврейская. Кубинская? А? Из Кубы? Что такое Кубы? Куба, Красная Слобода, нет? Я не помню. Ты А, знаешь вот. только, что я из Азербайджана, из Кубы. Rus dilli işçi İsrail turizm biznesində çox vacib faktordur. Ona görə yox ki, Eylat Rusiyadan gələn turistlər tərəfindən çoxdan bəyənilib. Bütün dünya kurortlarında olduğu kimi Maşa, Vanya, Peti və Nina qürurla Eylatı işğal edirlər. Amma rus dilli işçilər yalnız onlar üçün deyil. Onlar həm də İsraildə yaşayan rus dilli yahudilərlə ünsiyyətdə köməkli edirlər. Çünki İsrail otellərinin əsas qonaqları İsrail vətəndaşlarıdır. Dünyanın heç bir yerində mən belə mənzərə görməmişdim.
Adətən hara gedirsən, oteldə Vavilon hayküyü hökm sürür. Biri bu ölkədən gəlib, biri o ölkədən, bu İspanca danışır, o İtalyan dilində. Qarma-qarışıq. Amma İsraildə belə deyil. Burada yerli turizm çox inkişaf edib. İsraillilər ölkə daxilində səyahət etməyi çox sevirlər. 5-10 ailə yığışıb gedirlər məsələn Eylata. Bayramdır, yerli yeni ildir. Hər ailədə də ki 6-7 nəfər. Əvvəlcədən oteli sifariş edib istirahətdən, bayramlarını birgə qeyd etməklərindən zövq alırlar. Ona görə Eylatda əcnəbi o qədər də çox deyil. Əlbəttə, nisbətən. אפרוע לא יחדור, לא יוכל Oralar verilişinin efir üzü görməsi Lider TV-nin və sponsorların səylərinin nəticəsidir. Verilişin baş sponsoru Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə tamaşaçılarım mənim gözümlə fərqli həyata, fərqli xalqlara, fərqli adətlərə baxırlar. Beynəlxalq sığorta şirkəti turistləri sığortalayır, Avstriya hava yolları sərnişinləri daşıyır, TNT şirkəti isə istənilən məktubu, istənilən yükü, istənilən ünvana kosmik sürətlə çatdırır və yalnız Improtex Travel şirkəti tələsmir. Çünki səfər hazırlamaq, Eylat otelində istirahət təşkil etmək tələsik iş deyil. Səfərə çıxmazdan əvvəl mütəxəssis köməyi və məsləhəti vacib və önəmlidir. O ki qaldı Eylata çox əlverişli səfərdir. Əgər Antalyaya yalnız yayda getmək mümkündürsə, Eylata il boyu getsən, soyuqlamaq təhlükəsi ilə qarşılaşmayacaqsan. Çünki il boyu günəş öz nəzakətini əsirgəmir. Amma lap obyektiv olmaq üçün deməliyəm, Şarm el-Şeyxin çimərlikləri mənim daha çox xoşuma gəlmişdi. Daha enli, daha rahat, daha qumlu. Eylatın çimərlikləri belə deyirlər. Amma onun əvəzini müasirlik verir. Müasir ticarət mərkəzləri, müasir liftlər, müasir otellər, müasir müalicələr. Eylatın ən möhtəşəm oteli Harrods Vitalis adlanır. Onun korpuslarının birində yalnız çox varlı və zəngin insanlar istirahət edib müxtəlif prosedurlar alırlar. Təsəvvür edin, bu korpusda hətta mobil telefon qadağı altındadır. Sükutluğu heç nə pozmamalıdır. Beduin çadırda fikrə gedir, turist isə 5 ulduzlu oteldə. עכשיו То есть это здесь цены отличаются от тех двух корпусов тем, что здесь все дороже. Категория здесь Luxury Collection, то есть здесь 5 звезд с плюсом. Естественно, и обслуживание, и все здесь намного выше. Здесь не говорят по мобильным телефонам, не пользуются, здесь не курят, здесь нет детей. Vladimir, otelin meneceri, başqa müasirliklə də bizi tanış etdi. Buzlu barla. Bu barda havanın hərarəti həmişə -7 dərəcədir. Buzxana. Ona görə də hər gələnə isti ponço verirlər. Geyin, gir içəri. Gör insan fantaziyası necə sərhədsiz və sonsuzdur. Buzdan düzəldilən heykəllərə bax, buzdan düzəldilən bar stoykasına yaxınlaşıb, buz kimi olan içkilərdən dad. Amma unutma, çöldə səni 40 dərəcəli isti gözləyir. Buz və alov. Daimi antagonizm və daimi rəqabət. Yaxın şərqin uzaq həyatı. Salamat qalın.